Stanford və Harvard universitetlərinə necə qəbul aldım? Mən xaricdə təhsil üzrə mentor və ya ekspert deyiləm. Sadəcə öz müraciət etdiyim proqramlar barədə öz təcrübələrimi paylaşıram. Uzatmadan başlayaq. 2 hissəli olacaq video. Birinci hissədə müraciət prosesindən danışacağam. İkinci hissədə başqa suallarınız olsa onlara cavab verərəm. Müraciət üçün hansı sənədlər lazımdır? Əvvəlcə transkript və diplomunuz, bir neçə universitet bitirmisinizsə hamısının transkriptləri, diplomları ingiliscə tərcümə və təsdiq edilmiş versiyada skan eləyib yüklürsünüz. Daha sonra ingilis dili, dil səviyyənizi təsdiq edən sənəd, TOEFL və ya IELTS imtahanı ola bilər. Həmin sənədləri də özünüz yükləmirsiniz. İmtahanı keçirən mərkəz nəticənizi universitetə göndərir. Bunu necə eləyəcəyinizlə bağlı təlimatlar var. Daha sonra CV-niz, Statement of Purpose, SOP deyilən, el arasında da motivasiya məktubu dediyimiz o sənəd, esse daha doğrusu 1000 sözdən ibarət olan essedir. Universiteti niyə seçirəm, planlarım nələrdir, niyə uyğunam kimi suallara cavab verirsiniz. Daha sonra Personal Statement, bu da 500 sözdən ibarət olan bir essedir. Burada biraz daha şəxsi keyfiyyətlərinizdən, hobilərinizdən, könüllü fəaliyyətlərinizdən danışa bilərsiniz. Hər iki universitetin müraciət formasında başqa qısa suallar var idi. Həmin suallara cavab verirsiniz. Bir də 3 ədəd referans məktubu lazımdır. Mənim müraciət etdiyim proqramlar qeyd eləmişdi ki, yaxşı olar ki, 2 məktub işgüzar olsun, biri akademik olsun. Mən birini universitetdən aldım, ikisini də mənlə bir yerdə işləmiş olan insanlardan. Referans məktubları üçün də universitet həmin şəxslərə e-mail göndərir və onlar verilən deadline-a qədər sizin üçün referans məktublarını yükləyirlər. Hər iki universitetlə bağlı yaxşı tərəf ondan ibarətdir ki, onlar müraciətlərə holistic review eləyirlər. Yəni, müraciətinizi hər tərəfli qiymətləndirirlər. Hansısa bir göstəricinizə görə sizə qəbul vermirlər və ya bir göstəricinizə görə sizə reject vermirlər. Hətta Harvard'ın müraciətində çox sevdiyim bir hissə var idi. Orada qeyd edir ki, transkript üzrə ortalama balı soruşur və sonda deyir ki, bu bal səncə sənin akademik bacarıqları əks etdirir, yoxsa yox. Orada yox deyib izahını verə bilərsən. Yəni, akademik göstəriciləri aşağı olan, ortalaması aşağı olan tələbələr də olur həmin universitetlərdən. Ondan başqa texniki tərəfdən əslində asandır. Hər iki universitetin web səhifəsi var, e-mailinə qeydiyyatdan keçirsən, bütün sənədləri yükləyirsən, sonda birində $125, Stanfordda, Harvardda isə $85 ödəyərək müraciəti tamamlayırsan. Başqa suallarınız varsa bu videonun altında qeyd edə bilərsiniz. Növbəti videoda onları da cavablandırmağa çalışacağım.